Rusiya ölkə ərazisində nizamsız hüquqi statusla yaşayan xarici vətəndaşların qalma müddətlərini 10 sentyabr 2025-ci il tarixinədək uzadıb. Tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan olunur. Moskva İrəvanın Avropa İttifaqına daxil olmaq ambisiyalarından narahatdır. Qərb onu geosiyasi oyunlarını sürükləsə, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyün üstünlüklərini itirmək riski ilə üzləşəcək. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Quruşko deyib. Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında qərarlar qəbul edib. Qərarları Baş nazir Əli Əsədov imzalayıb. Ermənistan-Azərbaycan sülh danışıqları dalana dirənməyib. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilərindən imtina edə bilər.